Salam, hər vaxtınız xeyir. Kiber təhlükəsizliyə giriş seriyamızın ilk videosuna xoş gəlmisiniz. Özüm haqqında bundan əvvəlki videoda məlumat vermişəm. Bu kanalda nə edirik, nə iş görürük, mən kiməm və bu videolarla biz nə etməyə çalışırıq, bunların hər birini bilmək istəyirsinizsə, sizi dəvət edirəm ki, bundan bir öncəki videoya göz gəzdirəsiniz. İnşallah bu bizim kiber təhlükəsizliyə giriş seriyamızın ilk videosu olacaq. Mən bu videoda ümumiyyətlə informasiya təhlükəsizliyi və kiber təhlükəsizliyi hansı sahələr var, spesifik olaraq bu dərsdə biz RED-dən danışacağıq. Növbəti dərslərdə isə biz getdikcə budaqlandıraraq bu sahələrin fərqləri nələrdir və hansı sahə sizə daha uyğun olar, belə deyim, hansı sahəni öyrənmək daha yaxşıdır, bunun haqqında da inşallah məlumat verəcəyik. Bu videoda istifadə olunan bütün materiallara videonun şərh qismində və əlavə olaraq description hissəsindən əl çata bilərsiniz. Yəni özünüz də əlavə olaraq məşğul olmaq istəsəniz bu slayddan oxuyub bir daha təkrar edə biləcəksiniz. Hücum təhlükəsizliyinə giriş, rəqəmsal dünyanın qorunması. Biz bu mövzunu əhatə eləyəcəyik. Biz gördüyümüz kimi burada bir neçə başlığa bölmüşük. Ümumiyyətlə informasiya təhlükəsizliyi dediyimiz anlayışa mən giriş eləmək istəyirəm. İnformasiya təhlükəsizliyi dediyimiz şey adından da bəlli olduğu kimi informasiyanı əhatə edən bütün resursların, məsələn veb-sayt ola bilər, şəbəkə ola bilər, sizin şəxsi sosial media hesablarınız ola bilər. Bunların təhlükəsizliyini təmin etmək nəzərdə tutulur. Bu sadəcə kompüterdə deyil, eyni şəkildə fiziki olaraq da ola bilsin hansısa bir məlumat əks olunub. Ən bəsit şəkildə, məsələn USB-nin içində və yaxud hansısa bir hard diskin içində bir məlumat ehtiva edirsiniz. Bunun da qorunması eyni şəkildə informasiya təhlükəsizliyinin qorunmasına aiddir. Burada dediyim kimi fiziki olaraq hansısa bir kağız ola bilər içində vacib məlumatlar olan, bunu da əhatə edir. Daha sonra bunun kiber təhlükəsizlik aspekti mövcuddur. Kiber təhlükəsizlik isə daha çox rəqəmsal kanallar vasitəsilə, yəni kompüterdir, internetdir, yəni bu resurslarda yerləşdirilən materialların qorunmasını nəzərdə tutur. Burada artıq biz fiziki materiallardan danışmırıq. Yəni kağızdır, hansı ki fiziki periferik aparatlardır, serverlərdir və s. bunlar artıq burada yəni fiziki olaraq əhatə olunmur, daha çox artıq rəqəmsal tərəfindən, yəni internetə çıxış edən cihazlar vasitəsilə təhlükəsizliyi nəzərdə tutulur. Hücum təhlükəsizliyi nədir? Yəni Red Team dediyimiz hissə nədir? Ümumi olaraq kiber təhlükəsizlikdə də əlavə olaraq bunu qeyd edeyim ki, bir neçə müxtəlif sahə var, hansı ki siz bunları öyrənərək real şəkildə bu sahələrdə çalışa bilərsiniz. Misal olaraq Red Team, Blue Team, əgər daha çox hüquq və bunun biraz hüquqi tərəfini və s. öyrənmək istəyirsinizsə, GRC sahəsi mövcuddur. Bunun belə deyim, proqramlaşma istiqaməti getmək istəyirsə, web application security sahəsi mövcuddur, DevSecOps sahəsi, yəni belə-belə budaqlandıqca gedir. Ümumiyyətlə kiber təhlükəsizliyin bir çox sahəsi var, hansı ki siz bunların içində real şəkildə işləyə bilərsiniz. Hücum təhlükəsizliyi, yəni Red Team də bu sahələrdən biridir. Red Team-in də öz içində bir neçə hissəyə bölünür. Bunun haqqında da inşallah birazdan danışacağıq. Hücum təhlükəsizliyi nədir? Yəni Red Team nədir? Real hücum simulyasiyalarını özündə ehtiva edir. Hansı ki sistemlərin, şəbəkələrin və tətbiqlərin zəifliklərini aşkar etmək üçün etik hücumlar tətbiq olunur. Yəni bizim Red Team-də məqsədimiz nədir? Bizim bir sistemimiz var. Ümumiyyətlə kiber təhlükəsizlik sahəsində siz istər hücum edən tərəf olun, istər müdafiə edən tərəf olun. Məqsədimiz günün sonunda həmin sistemin, şəbəkənin və tətbiqin təhlükəsizliyini təmin etməkdir. Yəni biz Red Team-də özümüzü bir xakerin yerinə qoyuruq, özümüzü bədniyyətli bir şəxs kimi apararaq həmin sistemdə real olaraq hansı boşluqlar var, hansı zəiflikləri ehtiva eləyir, bunu öyrənməyə çalışırıq. Təbii ki, kiber təhlükəsizliyin bütün sahələri paralel bir-birinə birləşik şəkildə işləyir, ancaq bizim məqsədimiz o boşluqları ilk mərhələdə aşkar etməkdir. Əlavə olaraq proaktiv müdafiə üçün biz bu addımları icra edirik. Burada məqsədimiz potensial təhlükələri müəyyən etmək və onlara qarşı tədbirlər görmək və bunlar üçün planlı testlər aparılmasıdır. Daha sonra bizim əsas məqsədimiz də günün sonunda təhlükəsizliyin gücləndirilməsidir. Yəni biz bu penetrasiya testlərindən və yaxud Red Team testlərindən aşkar edilən zəifliklərə əsasən təhlükəsizlik mexanizmləri təkmilləşdirməliyik və onun günün sonunda müdafiəsini təmin etməliyik. Bu zamanda biz qeyd etdiyim kimi digər informasiya təhlükəsizliyin komandaları ilə, Blue Team kimi, GRC kimi komandalarla birlikdə çalışırıq. Daha sonra biz gələk ki, niyə Red Team vacibdir? Aslında biz bu mövzuya toxunduq, amma əlavə olaraq proaktiv müdafiə qeyd etdiyimiz kimi, yəni siz hansısa bir hacker sizin sisteminizi sındırmadan artıq özünüz həmin sistemi müəyyən təbii ki test mühitində sındıraraq boşluqları aşkar edirsiniz. Bunun əsas fərqi nədir? Bir də əlavə olaraq bunu da qeyd edeyim ki, yəni biri var hacker sizin sisteminizə hücum elədi və daha sonra siz öyrəndiniz ki, məsələn, filan boşluqlar və təhlükəsizlik təhlükələr var sisteminizdə və bunu sonradan özünüz həll elədiniz, düzəltdiniz. Bu zaman siz istifadə etdiyiniz sistemin asılı olaraq çox böyük miqdarlarda ziyanla qarşılaşırsınız və günün sonunda biznesinizin davamlılığına xələl gəlir. Yəni düşünün ki, bir bankda fəaliyyət göstərirsiniz. Bu bankın hər hansı bir sisteminin dayanması, hətta bir neçə saniyə belə dayanması həmin banka milyonlarla itki verə bilər. Və bu test mühitində olmadığı üçün o banklarda belə deyim, o təhlükəsizliyin əsas səbəbini tapmaqdır. Daha sonra bu problemi aradan qaldırmaqda çox uzun vaxt aldığı üçün bu çox ciddi bir təhlükədir. Yox, əgər siz bunu Red Team istiqamətində, yəni
zərərsiz şəkildə icra edirsinizsə, siz bunu bir test mühitində icra edirsiniz. Bu zaman artıq sizin real biznes proseslərini dayandıracaq bir təsiriniz olmadığı üçün günün sonunda siz biznesə real xeyir verirsiniz və hansı boşluqların olduğunu hansısa bir hacker sizə hücum eləmədən müəyyənləşdirərək aradan qaldırırsınız. Bu da riskin azaldılması üzrə bizə dəstək olur. Hansı ki, günün sonunda biz potensial etkilərin qarşısını alırıq, məlumat sızmasıdır, maliyyə itkisidir və reputasiya zərərlərini aradan qaldırırıq. Ən son olaraq isə hüquqi istiqamətdə uyğunluq və tənzimləmələri icra edə bilirik. Qanuni və tənzimləyici tələblərə cavab veririk və standartlara uyğunluq təmin olunur. Bildiyiniz kimi günü-gündən bizdə artıq kiber təhlükəsizlikdə daha ciddi addımlar atmağa başlanılır, hansı ki, bu çox gözəl bir hadisədir. Mərkəzi Bankın bu istiqamətdə maliyyədə fəaliyyət göstərən şirkətlərə qarşı prosedurları var, belə deyim, tənzimləyici tələblər var. Bunlara biz cavab verən zaman artıq əlavə olaraq da reputasiyamız artır, həm də qanuna uyğun fəaliyyət göstərmiş oluruq. Hücum təhlükəsizliyinin əsas sahələri bayaq da qeyd etdiyimiz kimi mövcuddur. Əsas olaraq Red Team və Penetration Tester vəzifələrini biz daha çox qarşılaşdırırıq. Azərbaycanda Penetration Testing burada da qeyd olunduğu kimi müəyyən edilmiş sistemə qarşı planlı və nəzarətli hücumlar tətbiq edir. Yəni Red Team-lə birazdan fərqini görəcəksiniz, amma spesifik olaraq Penetration Tester, yəni Pen Tester tamamilə nəzarət olunan bir mühitdə həmin testini icra edir. Yəni bütün əməkdaşların xəbəri olur ki, müəyyən bir test olacaq və bunun üçün sistemdə olan müəyyən modullar tutalım, müəyyən vaxtlıq qapanılacaq və bu aspektlər üzrə hücumlar baş verəcək. Yəni penetration testing yəni tamamilə nəzarətli baş verən bir prosesdir. Red Team-də isə yəni eyni prosesi icra edirik, amma Red Team biraz daha gizlin şəkildə aparılır. Məsələn, penetration testing edən zaman siz artıq bütün əməkdaşlara məlumat verirsiniz ki, bu zaman bizim bir testimiz olacaq, hər kəsə xəbər olsun, filan-filan deyək, avadanlıqlar, filan-filan xidmətlər müəyyən vaxtlıq işləməyəcək. Red Team-də isə elə deyil. Red Team daha geniş miqyaslıdır və gizli hücum simulyasiyası əks olunur. İrəliyən dərslərimizdə, videolarımızda inşallah bunun haqqında danışacağıq. Məsələn, Cyber Security Awareness istiqamətində baş verən hücumlar əsasən Red Team-i əhatə edir. Bu zaman şirkətin deyək, hansısa bir işçisinə hücum adı ilə yox, tamamilə normal görünən bir mail göndərərək, bundan başlanğıc nöqtəsi olaraq istifadə eləyərək biz sistemləri tamamilə sındırmağa, belə deyim, giriş əldə etməyə çalışırıq. Qeyd etdiyimiz kimi, əsasən yəni Red Team-lə pentestingin də fərqləri ondan ibarətdir ki, pentesting biraz daha çox nəzarətdəki mühitdə təsis olunur, Red Team isə heç kəsin xəbəri olmadan daha gizli bir mühitdə aparılır və daha geniş miqyasa sahib olur. Və günün sonunda təşkilatın həqiqi təhlükəyə qarşı real hazırlığını qiymətləndirir. Yəni çox uzatmayacağam, bunu da deyim, daha sonra yekunlaşdırıram. Deməli, düşünün ki, biri var, sizə deyilir ki, bu vaxt hücum olacaq. Siz bu zaman sizə hansısa bir mail gəlsə, yəni onu rahatlıqla başa düşə bilərsiniz ki, bu sizin öz əməkdaşınız nəyisə test etməyə çalışır. Bu zaman siz daha diqqətli olacaqsınız və daha ciddi yanaşacaqsınız. Və bu da real riskin nə qədər olduğunu bildirmir. Çünki hacker hücum eləməzdən qabaq sizə demir ki, mən filan deyək sistemlərə hücum eləyəcəm. Siz bunun təhlükəsizliyini təmin edin. Bunun üçün də Red Team daha çox istifadə olunur. Heç kəsin xəbəri olmadan hücum eləyirik və konkret özümüzü hacker yerinə qoyaraq biz bu belə deyim addımları icra eləyirik. Yəni Red Team günün sonunda biznesə real olaraq daha çox xeyir verən bir aspektdir və hal-hazırda Azərbaycanda yəni belə deyim bu iki sahədə tamamilə eyni sahədir və eyni işlər görür. Zəiflik qiymətləndirməsi var. Bu vulnerability assessment olaraq tərcümə olunur. Bu da əsasən sistemlərdəki zəifliklərin sistemli şəkildə aşkarlanması və qiymətləndirilməsi ilə risk səviyyələrini müəyyən edir. Bu daha çox Red Team və Penetration Testingin bir alt başlığı kimidir. Ancaq günün sonunda bu gördüyünüz bütün başlıqlar hücum etmə mütəxəssislərinin bilməli olduğu və nəzərində olmalı olduğu faktorlardır. Daha sonra biz gələk hücum təhlükəsizliyi və bu nə üçün müdafiənin inkişafıdır, bunun haqqında danışmağa. Dünyada hər gün ümumi olaraq 30 mindən daha çox kiber hücum baş verir. Bunun üçün bizneslər, şirkətlər məcburdur ki, proaktiv təhlükəsizlik yanaşması tətbiq etsinlər və bu təhlükələrin qarşısını alsınlar. Bunun üçün ən vaciblərdən yollardan biri Red Team-dir. Azərbaycanın kiber təhlükəsizlik mənzərəsi necədir? Bizdə kiber təhlükəsizlik sahəsində ciddi hal-hazırda addımlar atılır, ciddi fokus var və buna görə də iş tapmaq ehtimalınız bu sahədə həqiqətən yüksəkdir. Təbii ki, beynəlxalq sertifikatlı bir mütəxəssis halına gəlsəz. Azərbaycanda spesifik olaraq bu sahədə fəaliyyət göstərən şirkətlərin və müəssisələrin adı qeyd olunub. CERT-AZ hal-hazırda elektron təhlükəsizlik xidmətidir. Spesifik olaraq kiber təhlükəsizlik insidentlərinin operativ cavablandırılması və maarifləndirmə tədbirləri ilə məşğuldur. Daha sonra Dövlət Təhlükəsizlik Xidməti, yəni DTX, hamının yəqin ki, bununla bağlı məlumat var. Milli təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır və kritik infrastrukturları qoruyur. Burada dövlət infrastrukturuna aiddir, şəxsi məlumatların qorunması məsələdə etibar edilir. Daha sonra kompüter insidentlərinə qarşı mübarizə mərkəzi. Ola bilsin ki, bu siyahı biraz daha uzansın. Yəni günü-gündən Azərbaycan bu sahəyə əhəmiyyət verdiyi üçün başqa qurumlar qurulur, yeni addımlar atılır. Burada ekranda gördüyünüz sadəcə onların bir hissəsidir.
Bu isə şifrə generatorlarıdır, CVSS qiymətləndirməsidir. Bu mövzuları bilmirsinizsə əgər narahat olmayın. İnşallah irəli dərslərdə mövzuların hər birinə toxunacağıq. Malware təhlili, yəni zərərli proqramların təhlilidir və digər xidmətləri təklif eləyir və bunların hər biri günün sonunda ortaqlaşa çalışaraq bir-biri ilə mübadilə içində olaraq Azərbaycanda baş verən kiber insidentlərin qarşısını almağı hədəfləyir. Gələk CTF yarışmalarına. İstəyirəm bunun haqqında da bir məlumat verim. Nəyə görə? Çünki CTF yarışı Capture the Flag kimi açılır və bu nə deməkdir? Siz hansısa bir test mühitində olan sistemə hücum eləyərək, günün sonunda o sistemi tam sındırıb, tutalım deyək, admin vəzifəsinə çataraq, yəni ən yüksək səlahiyyətə çataraq, oradakı bir verilən məlumatı əldə etməyə çalışırsınız. Bu nə üçün vacibdir? Yəni normal şəraitdə siz Red Team-i penetrasiya testini öyrənmək üçün gərək real bir sistemə hücum eləyəsiniz və yaxud cibinizdə nə qədər pul xərcləyərək bir laboratoriya mühiti qurasınız. Bunun üçün də çox ciddi məbləğlərdə aparatur almalısınız, avadanlıq təmin etməlisiniz. Təbii ki, bunu hər kəs eləyə bilməz. Bunun üçün də əsas olaraq biz CTF-lərdən yararlanırıq. CTF-lərlə bağlı bizim inşallah növbəti videolarımızda mən bacardığım qədər yer verəcəm Trackme və Hapbox platformaları üzərindən. Yəni bu mövzuları bilmirsinizsə də problem deyil. Ancaq bilin ki, biz Red Teamer, penetration tester olmaq istəyiriksə, mütləq şəkildə CTF-lərlə iç-içə olmalıyıq. Capture the Flag deyə tərcümə olunur gördüyünüz kimi. Təhlükəsizlik, kriptoqrafiya, şəbəkə və digər sahələr üzrə tapşırıqlar təklif edir və günün sonunda sizə onu öyrətməyə çalışır. Bacarıq inkişafı var, praktiki biliklər əldə edirik və real təhlükəsizlik problemlərini biz bu zaman həll edirik. Və əsas məsələ karyer başlanğıcında bizə çox ciddi dəstək olur. Bayaq sadaladığım səbəblərə görə gəncləri bu sahələrə cəlb etmək və peşəkar təhlükəsizlik mütəxəssislərinin formalaşdırılması üçün əsas anlayışlardan, terminlərdən biridir. Bizim Red Team-də günün sonunda əsas məqsədimiz zəiflikləri aşkar etmək və sistemləri qorumaqdır. Bunu oxumayacağam, sizə özünüz faylı göndərəcəm, əlavə olaraq özünüz də göz gəzdirə bilərsiniz. Ümumi olaraq biz Red Team-in əhəmiyyətindən danışdıq. Bir statistik məlumat verərək mən artıq videonu yekunlaşdırmaq istəyirəm. Hal-hazırda milyonlarla kiber təhlükəsizlik sahəsində yeni vakansiya var. Çünki qeyd etdiyimiz kimi günü-gündən kiber hücumların sayı da artır və bu süni intellektin və sair inkişaf etməsi nəticəsində artıq kiber hücumlar getdikcə daha kompleksləşir, daha çətinləşir. Bunun üçün də şirkətlər kiber təhlükəsizlik üzrə mütəxəssislərə daha çox ehtiyac duymaya başlayır. Tələbat demək olar hər il 30-35% nisbətində artmağa davam edir. Yəni tam bu il deyək 1 milyon ehtiyac varsa, gələn ildən artıq 1 milyon 300 min artıq açıq vakansiya olacaq. Yəni söhbət qlobal baxışdan gedir. Ancaq Azərbaycanda da təbii ki, bu sahədəki mütəxəssislərə tələb getdikcə artır və ümumi olaraq sırf 2025-ci ildə kiber insidentlərin nəticəsində 10,5 trilyon potensial itki ilə üzləşib bu şirkətlər. Bunların müəyyən qismi təbii ki, bloklanıb, amma ümumi olaraq bu qədər itki potensial belə deyim bir təsir yaradıb. Texnologiya inkişaf etdikcə də hücum üsulları da təkmilləşir və hücum təhlükəsizliyi mütəxəssislərinə olan tələbat getdikcə artır. Ümumi olaraq bundan sonra siz nə edəcəksiniz? Əgər Red Team və penetration testing sahəsində başlamaq istəyirsinizsə, dayanmadan maariflənməyə davam etməlisiniz. Çünki günü-gündən Red Team hücumlarının sayı artır və hücum vektorlarının sayı da artır. Yəni yeni-yeni hücumlar çıxır. Biz dayanmadan bunları oxumalıyıq, forumlara göz gəzdirməliyik. Bizim kanalda paylaşılan videolara tez-tez baxmalısınız ki, davamlı şəkildə bu videolar, bu hücumlarla tanış olasınız və belə deyim, ehtiyac olunan addımları atasınız. Bacarıqlarınızı inkişaf elətdirin. Yəni kiber təhlükəsizlik sahəsi digər sahələrlə iç-içə olan bir sahədir. Proqramlaşmanın da müəyyən bilməyinizin sizə üstünlüyü var, şəbəkənin də bilməyinizin üstünlüyü var, sistemin də bilməyinizin üstünlüyü var. Boş vaxt tapdıqca da məsləhətdir ki, bu sahələrdə göz gəzdirəsiniz və çox dərin olmasa da mümkün olduğu qədər bu sahələri də öyrənəsiniz. Və sonda rəqəmsal təhlükəsizliyə töhfə verin, informasiya və sistemlərin qorunması üçün öz bacarıqlarınızı tətbiq edin. Öyrəndikcə LinkedIn, buna oxşar platformalarda da biliklərinizi paylaşmağınız həm sizin üçün, həm də ətrafınızdakı insanlar üçün çox xeyir olacaq. Ümumi olaraq bu videoda biz Red Team-dən və pentestingdən danışdıq. Fərqi nədir? Nə üçün vacibdir? Növbəti dərsdə isə biz Blue Team-dən danışacağıq. Daha sonra isə biz artıq yavaş-yavaş daha texniki mövzulara keçid edərək inşallah təlimimizə davam edəcəyik. Diqqətiniz üçün təşəkkür edirəm. Növbəti videolarda görüşənədək.